Salamlar, vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Spiker Sakon ekranlarında yoldaşlıq yarışı davam edir. Sizləri Birlik Arenasından salamlayırıq. Boyboy Futbol Klubunun yenə klub daxili yoldaşlıq yarışı olacaq. Görüşümüz artıq start götürüb. Solda olan altılığın heyətindən sizlərə çatdırım məlumatı. Qapıda Əli Rəsuldur. Müdafiədə Ələkbər, Kamran, mərkəzdə Samir, hücumda Novfər və Ülvi olacaq. Yeni qoşulmuş oyuncudur Novfər boy komandasına. Sağda olan altılıq isə qapıda Murad, müdafiədə Tariyel, Pərviz, mərkəzdə İlkin, hücumda İlham və Yusuf olacaq. Yusuf top aldı, qapıya doğru zərbə və gol! Hesab açılır görüşün ikinci dəqiqəsində 1-0. Erkən qol izlədiyəz tamaşaçılar. Mərkəzdən başlayacaqlar. Kamranda da top. Ülbü. Pərviz də yeni qoşulub əziz tamaşaçılar. Boy komandasından İlhamın ötürməsi Yusuf, Rəsul. Bıraxmadı bu topu. Pərviz. Tariyel. Kamranın pressingi var, itirmədi topu Tariyel. İlham. Novfəri keçə bilir orada. Ələkbəri də keçmək istəyərkən top meydanı tərk edir. Qapıdan zərbə olacaq. Ülvü. Öz irəlilədi bir qədər. Sağ cinahı Kamran əla gördü. Kamranın birbaşa ötürmə. Dəqiq alınmır. Avuta çıxır top. Dərhal başladı metriklər top. Ülvün uzaqdan zərbəsi. Top ilkinə deyərək meydanı tərk edir. İkincidən zərbə olacaq. Novfərə başlayır ikinci zərbəsini. Göl ötürmə. Uzaqlaşdırdı Pərviz. Kamrandan geriyə Ələkbər uzaqdan yoxladı. Top qapının üstündən keçir. Qüvvətli, təhlükəli zərbələri var Ələkbərin də. İlk zərbəsi dəqiq alınmadı. Samirdən Ülvü. Ülvünün uzaqdan zərbəsi top qapı tinindən qayıdır. Oy. Top qapıya daxil olmadı əziz tamaşaçılar. Tinədən top xəttdən çölə çıxır, qapıya daxil olmur. İkinci zərbəsi olacaq indi. Novfər, Ülvü baxdı qapıya. Yenə zərbə indirdi, blok gəldi oyunculardan. Novfər dabanla zərbə indirdi, amma Murad aldanmalı. Yusuf. 3 nəfər arasından sıralanmalı. Zərbəsi var idimi burada? Bəli, qayda pozuntusu etmişdi. Samir Yusuf'a qarşı. Yusuf'in yaxınlaşdığı uzaqdan yerlə yoxladı, amma dəqiq alınmır bu zərbə. Ülvü. Ələkbər. Samir. Bir qədər bəlkə alındı ötürmə. Murad. Öz irəlilədi bir qədər. İlhamla oynadı. İlham. Göl ötürmə Yusuf istiqamətində. Topu meydanda saxlaya bildi Yusuf. Kamran ayaq qoydu topa. Outdan dərhal başladı. İlkin. Ayaq saxladı. Sol cinahda irəlilədi. Ötürməsini etdi. Yusuf saxlamadan zərbə. Rəsuldan sol anda kritik müdaxilə gəldi. İkincidən zərbə olacaq. Son anda ayaq qoydu Rəsul topa. Pərviz başlayır ikinci zərbəsini. İlkin. Alı keçdi orada Kamran, amma top meydanı tərk etdi. Kamranın loru desək, bazarı göndərdi orada İlkin. Ülvü. Kamran. Yenidən Ülvü. Baxdı qapıya. Raket zərbəsi, amma top qapı tinə deyir. Təkrar zərbə olacaqmı? Uzaqlaşdırdılar topu. Murad dəf etdi. Top çıxmayıb meydandadır. Yusuf. Keçə bilmədi burada Samiri.
Yenə top Yusifin önünə düşür. Sağ cinahda İlhamla oynadı. İlham saxlamadan zərbə. Rəsul vaxtında tərk etdi qapısını. Ülvünün ikinci kapitinidir görüşdə. 5 dəqiqə ərzində. Çıxmayıb top meydandadır. Kamran sağ cinahdan irəliləyir. Ötürməsini etdi. Ülvü istiqamətinə amma ilkin ayaq qoydu topa. Dəqiq alınmır bu ötürmə. Samir. Ələkbər. Nofər. Əla gördü burada Kamran. Ön cinahda bomboşdur. Kamran yaxınlaşdı amma yubatdı bir qədər. Zərbə indirmək lazım idi. Nəyi gözlədi burada Kamran? Tariyel. Pərviz keçmədi bu ötürmə. Samir. Rəsul uzaqlaşdırır topu. Sağ cinahda İlham. Ələkbər var yanında. Yerlə zərbə. Top qapının yanından keçir. Ülvü. Nofər. İtirdilər topu. İlkindən ara ötürməsi meydanı tərk etdi. Top qapıdan zərbə olacaq. Rəsul başlayır. Ülvü. Əla ram etmişdi amma bir qədər önünə düşdü top. Avuta çıxır. İlham. Oxudu bu ötürməni Ülvü. İtirdilər topu amma Kamran sığortaladı. Ötürmədə yenə səhv yol verdilər. İlkin ara ötürməsi Ülvü geridən gəlib uğurladı topu. Əla keçdi burada ilkini. Ara ötürməsi Nofər. Ram edə bilmədi topu. Qapıdan zərbə ilə Murad başlayır. Pərvizlə oynadı. Pərviz. Yusif. İlham. Əla keçdi orada Ələkbəri. Qapı zərbə lazımdır amma dəqiq alınmır. Rəsul başlayacaq qapıdan. Əla keçmişdi orada Ələkbəri. Zərbə lazım idi sadəcə. Dəqiq zərbə lazım idi. Ülvü əla oynadı. Murad tərk etdi amma riskə getmədi. Geriyə qayıtdı. Tam axıra qədər çıxmadı orada Murad. Murad. Uzaqdan zərbə endirir. Top qapının üstündən keçir. Avuta çıxdı top. Tariyə başlayır. Sağ cinahda İlham bomboşdu. Samir gəldi qarşısına. Pərvizlə oynadı. Pərviz. Yenidən İlham. Yenidən Pərviz. Keçmədə ötürmə amma Yusifdədir top. Ələkbər aldı indi. Qapısı ilə oynadı amma anlamadılar Kamran. Çatdı topa. Burada isə avuta çıxır top. Pərviz. Komanda yoldaşlarını axtardı bir qədər. Tariyellə oynadı. Tariyel. Sağ cinahda İlham. Özü irəlilədi sağ cinahdan. Qapı zərbə ilə endirdi daha doğrusu. Top qapitindən qayıtdı. Tin səsi gəldi amma sənnimcə Rəsulun toxunuşu da var idi topa. Pərviz. Outdan başlayır İlham. Bir daha out izləyəcəyik. İlham top qapitindən qayıdır. Arda iki qapitini. Gəldi İlhamdan. İlham. Kamran uğurladı topu. Ələkbər. Göl ötürmə Kamran istiqamətinə dəydi. Kamran. Zəif qaldı ötürmə. Yusif. Əks hücuma çıxıblar.
Baxdı qapıya, ötürmə etdi. Pərvizdən davam ötürməsi keçmədi. Burada Samirin əlinə dəyir top. Penalti olacaq. Rəsul uzaqlaşdırmaq istəyərkən top Samirin əlinə toxunur. 10-cu dəqiqə yekunlaşdı əziz tamaşaçılar. Hesabı 1-0-dır. 2-0 olmaq ehtimalı var. İlkin yaxınlaşdı və gol! Yenə tinə deyən top qapıya daxil olur. 3-cü tinləridir. Qapı dirəyidir, səhv etmirəmsə. Ülvü. Ələkbər. İtirdilər topu. Yusuf özü irəlilədi. Nofəli keçə bilmədi orada. Pərviz uzaqdan yerlə zərbə. Top qapının yanından keçir. Kamran. Rəsul. Ülvü. Önə doğru hərəkət etmişdi burada Ələkbər. Ülvü. 2 nəfərin arasından sıyrıla bilmədi orada. Qayda pozuntusu var idi, səhv etmirəmsə. Bəli, cəmi zərbəsi yeni yetirəcək Ülvü. Birbaşa zərbə indirdi, amma dəqiq alınmır zərbə. Mübahisə yoxdur, sarı vərəqə. Rəsul başlayacaq altdan. Ələkbər. Nofər. Keçmədə ötürmə. İlham. Pərviz. Keçmədə ara ötürməsi. İndi top Ülvüdədir. 1-1-ə gəldilər. Pərviz də geridən gəldi. Birbaşlı zərbə indirdi Ülvü, amma tariyə dəydi top. Küncdən zərbə olacaq. Ülvü başlayır künc zərbəsini. Top meydana daxil olmadan tərk etdi meydanı. Nofər. Keçə bilmədi burada ilkini. Ələkbər ilkinin ayaqları arasından keçir. Baxdı qapıya və ötürmə etdi. Samir və gol! 1-2 olur hesab görüşün 13-cü dəqiqəsində. Orada yıxılan oyuncu var idi, amma Ülvü heç nə etməmişdi. Təmiz, qaydalar çərçivəsində oynamışdı. 1-2 olur hesab. Görüşün 13-cü dəqiqəsində qolun müəllifi Samirdir. Ələkbər az qalsın uğurlayacaqdı orada topu. Pressingi var. Məcburiyyət qarşısında uzaqlaşdırdılar topu. Nofər. İlham. Çıxmayıb top meydandadır. Ötürmə gəldi, amma Nofər qarşıladı. İlkin. Keçə bilmədi burada. Pərviz. Ara ötürməsi keçmədi Ülvüdən. Ələkbər. Allah ötürmə gəldi burada Ülvüyə. Ülvü atdı sağcını, atdı önünə irəlilədi. Birbaşa ötürmə gəldi. Ələkbər və gol! 2-2 olur hesab. Görüşün 14-cü dəqiqəsində. Ülvünün ikinci məhsullar ötürməsidir bu. Mərkəzdən başladılar. İlkin. Hesab bərabərləşir. Görüşün 15-ci dəqiqəsində. Pərviz. Davam ötürməsi, alta çıxdı top. Gözləmirdi bu topu Yusuf. Samir başlayır altdan. Nofəl oynadı. İlham başladı altdan. İtirdilər topu. Samir. Ülvü. Ələkbər. Bir qədər. Dəqiq alınmadı bu ötürmə, amma Ələkbər ram etsəydi irəliyə bilərdi bir qədər. Pərviz. İlkin.
Baxdı qapıya, zərbə indirir və gol! 3-2 olur hesab. Görüşün 15-ci dəqiqəsində 16-cı dəqiqəyə keçdik artıq. Kamran tullansa da topa toxuna bilmədi. Dirəyə dəyən top yenə qapıya daxil olur. Ülvü, Rəsul, geriyə Ələkbər. Özü irəlilədi bir qədər, ayaq saxladı. Altdan özü başlayacaq. Sağ cinahda Ülvünü əla gördü. Ülvü saxlayabilir topu meydanda. Tariyə gəldi qarşısına. Keçə bilir onu. Ötürmə gəldi. Nofə top kapitində deyil. Yenə kapitini. Hesabı bərabərləşdirə bilmədilər. İlham. İlkin. Keçə bilmədi burada Ülvünü, amma itirmədilər topu. Pərviz. İlham. Tariyel. Özü irəlilədi bir qədər Tariyel. Sol cinahda ilkinə doğru ötürmə etdi, amma ayaq qoydular, amma yenidən ilkindədir top. Yusif. Özü irəlilədi. Davan ötürməsi ilkin. Pərviz. Əla keçdi burada Ələkbəri. Yusiflə oynadı. Yusif. Baxdı qapıya, amma dəqiq alınmadı zərbə. Kamrandan göl ötürmə, keçmədi Tariyeldən. Ülvü saxlaya bilmədi topu meydanda. Murad. Pərviz. İlkinə bıraxdı topu. Keçmədi Rasuldan və ötürmə. İlkin. Pərviz. İlkin. Ələkbər ala bilmədi orada topu. Pərviz. Ara ötürməsi əla gəldi burada İlham. Oy təkrar zərbə və gol. Rəsul sürüşsə də çata bilmədi topa. Əslində çatmışdı. Səhv etmirəmsə Rəsul toxunmuşdu topa, amma orada İlham zərbə indirdi qapıya. 4-2 olur hesab. Samir. Cəlmə zərbəsini yeni yetirəcək. Yaxın oynadı Rəsul. Ələkbər. Əla keçdi burada Yusifi. Ötürmə gəldi. Samir. Özü başlayacaq, səhv etmirəmsə. Bəli. Yox, Ələkbərə bıraxdı. Sağ cinahda Kamran. Rəsul. Rəsul özü irəlilədi. Ələkbər. Yenidən Rəsul. Ülvü. Ayaq qoydular topa. İlkindədir top. Pərvizlə oynadı. Bəlkə alınır ötürmə. Samir. Ələkbər. Ülvü. Ram edə bilmədi topu. İstədiyini edə bilmədi Ülvü. Murad başlayır qapıdan. Yusif. İlham. Keçmədi ötürmə. Burada Yusifin sanki əlində toxunmuşdu top. İlham ötürmə. Oy yaz qalsın, top qapıya daxil olacaqdı. Səhv etmirəmsə gün zərbəsi olacaq. Pərviz. Uzaqdan yoxladı, amma blok gəldi. Kamran. Öz irəli sağ cinahdan. Zərbə və gol. 3-4 olur hesab. Görüşün 20-ci dəqiqəsində. İlkin saxlaya bilmədi burada Kamranı. Kamranın isə yaxın küncə zərbəsi dəqiq alınır.
Tariye göl ötürmək keçmədi Ələkbərdən. İlkin. Tariyel oynadı. Tariyel. Yeniden İlkin. Aldılar topu. Kapı boştu ve gol. 5-3 olur hesap. Burada kim idi topa toxunan? Aftogol idi mi yoksa Tariyel'in zərbəsiydi bu? Dəqiq görünmədi buradan. Mərkəzdən başlayırlar. Rəsul. Ürvü. Yenən Rəsul. Samir. Ələkbər. Samir. Ələkbər çatdı topa. Göl ötürməli istiqamətini alır. Rahmetli topu Ülvü. Tariyel'in pressingi var. Ötürmə keçmədi ilkindən. İlham. Dağın ötürməsi alındı. Pərviz. İlkin. Kamranın pressingi var. Avta çıxır ama top. Bir daha outdan başlayacaq. Ələkbər. Burada ayağına müdaxilə etdi. Səhv etmirəmsə Samir. Cərimə zərbəsi yerinə yetirəcəklər. Yusif də topun gerisində. Məhsöz yerinə yetirəcək. Yaxınlaşdı. Göl ötürmə keçmədi Kamrandan. Ələkbər. Yusif. İlkin. Yeniden Yusuf'u düşündü ama top meydanı tərk edir. Kamran. Əla keçdi burada Kamran ötürməsini də etdi. İndi qapısı ilə özbözdü. Boşdu qapı amma Tariyel son anda yetişdi komandasının köməyinə. Ülvü çəkdi sağına. Baxdı qapıya. Zərbə lazımdır Murad. Dəf etdi bu zərbəni. Təkrar zərbəyə imkan vermədilər. Qapıdan zərbə olacaq. Ələkbər Kamran qalan yoldaşlarına, daha doğrusu Kamrana geri qayıtmasını söyləyirdi. Uduzmaq istəmirlər. Yusif. İlham saxlamadan zərbə. Blok gəldi futbolçulardan. Yusif. Çəkdi sağına. Baxdı qapıya. Ötürmə etdi. İlkin. Zərbə. Ələkbərdən blok gəldi. Top yenidən Yusifdədir. Uzaqda top yeni qapıtində dəyir. Ülvü. Təkdi hücumda. Sağ cinahda Kamranı düşündü amma çatdı topa burada Kamran. Ülvü uzaqdan yoxladı Mara. Qapıdan zərbə olacaq. İlhamla oynadı. Sol cinahdadır bu dəfə İlham. Kamran var qarşısında. Yusif. Yeniden İlham. Baxdı qapıya. Top qapıya daxil olmur. İkinciden zərbə olacaq. İlhamdır topun gerisində. Yerli ötürmə. Nofəl. Ayaq oynayır qapıda. Ülvü. Göl ötürmə Ələkbər istiqamətində dəqiqdir. Ələkbər düz üstünə vurdu Muradın. Amma top yenə Ələkbərdədir. Ələkbər, Kamran amma Kamrandan öncə Tariyel. Ülvüdədir indi top. Sol ayaqla zərbə top qapitindən qaydır. Ələkbər Muradla keçir. Tabanla zərbə indirdi amma. Müdafiəçilər də oradaydı. Kamran'a düşünə bilərdi bu epizodda. İlhamdadır indi top. Üçüncə gəliblər. İlkin. Ötürmə yenidən İlham. Yenidən İlkin. İlham. Baxdı qapıya. Ötürmə lazımdır. Çıxmayıb top meydandadır. Pərviz top qapının üstündən keçir. Maçili törədən də yox idi orada Pərvizə. Ələkbər. Kamran.
Ülvü, ay. Bir qədər önünə atdı topu Kamran. Murada daha yaxın idi top. Nofər. Birbaşa göl ötürmür istiqamətində İlkin. Tullanmadan topa arxa ayağı ilə toxunur. Kamran Ülvüyə bıraxdı topu. Ülvü, İlkin var qarşısında. Ülvü, zoqdan zərbə Tariyel. Blok qoydu topa. Top Yusifdən çıxır bu epizodda. Samir. Ülvü. Baxdı qapıya, ayaq saxladı. Kamran oynaya bilər. Sol ayaqla zərbə, yenə Murad. Düz üstünə vurdu topu Muradın. Avuta çıxır burada top. Kamran başlayır. Ötürmə heç kəs başa düşmədi. İlkin, Yusif. Təhlükəli gəliblər. Ötürmə İlham, amma İlhamdan öncə Ələkbər ayaq qoyur topa. 5 nömrəli futbolçu. Güncdən zərbə olacaq. İlkin. İlham. Zərbə indidir yenə top Kopitinlə dəyir. Amma çöldən dəymişdi, səhv etmirəmsə. Qapıdan zərbə olacaq. Kamran topa toxuna bilmədi. Tariyel. Təhlükəli gəlirlər. Müdafiədə bir dənə təkcə Murad var və Ələkbər və gol. Ülvü özü zərbə indirmədi. Yenə Ələkbəri düşündü orada. 4-5 olur hesab. Görüşün 27-ci dəqiqəsində. Minimal hesabı indirdilər. Hesabı 4-5 fərqi ilə geridədirlər. İlhamladı top indi. Qarşısında Rəsul var. Alta çıxdı top. Göl ötürmə Pərvizdən gəldi. Kamran ayaq qoydu topa. Ülvü. Taban ötürməsi oyu. İlkin ayaqlar arasından keçir top. Nofərdədir top. Baxdı qapıya. Uzaqdan yoxladı Murad. Dəf etdi bu zərbəni, amma top çıxmayıb. Meydandadır. Samir. Saxlamadan zərbə indirdi, amma top itirmədilər. Kamran. Baxdı qapıya. Top qapının üstündən keçir. Yaxın oynadı Murad. Tariyel. İlkin. Keçə bilmədi orada Kamranı. Kamran Ülvü ilə oynadı. Ülvü ayaq saxladı. Baxdı qapıya. Blok gəldi İlkindən. Öz səhvini düzəltdi. Güncdən zərbə olacaq. Ülvü. Samir. İlkin. Top çıxmayıb meydandadır. Pərvizdədir top. İlkinlə oynadı. İlkinlə alıb oturması gəldi. İlkin. Özü irəlilədi. Yusifə bıraxdı topu. Yusif də İlkinə bıraxır. İlkinin zərbəsi, amma Rəsula dəydi top. Taban ötürməsi Pərviz. Uzaqdan yoxladı top. Üzünə dəydi Rəsulun. Təhlükəli heç nə yoxdur. Davam elətdirə bilir görüşü. Ələkbər. Əllə. Ülvünü düşündü, amma Tariyel keçəcəyini, topun keçəcəyini. Cərimə zərbəsi yerinə yetiriləcək. Ülvü yaxınlaşdı topa. Zərbə və gol! 5-5 olur hesab. Görüşün düz 30-cu dəqiqəsində. Qolun müəllifi Ülvüdür. Raket zərbəsi göndərdi qapıya. Ələkbərin ötürməsindən sonra top əslində Ülvüyə gedirdi, amma Tariyel çatmayacağını görüb əllə toxunmuşdu topa. Amma hər halda cərimə zərbəsindən qol vurdu Ülvü. Ülvü. Rəsul.
Kamran. Baxdı qapıya, amma dəqiq alınmadı. Yaxın oynadı Murad. Öndə 2 futbolçu var idi. Əslində bir qədər irəli atsaydı təhlükəli ola bilərdi. Pərviz, Yusif sıyrıldı burada Samirdən. Rəsuldan sıyrıla bilmədi. Burada məncə cərimə zərbəsi olmuşdu. Qayda pozuntusu olmuşdu Rəsula qarşı. Pərviz. Bir daha üçün zərbəsi. İlkin ötürməsi Ələkbər uzaqlaşdırdı. İlkin. İlham. Pərviz. Yenidən İlham. İtirdilər topu. Ülvü, sizimə çıxırlar. 2-nin birədilər. Tariyə təhti müdafiədə. Ülvünün yerlə zərbəsi və qol. 6-5 olur hesab. Görüşün 32-ci dəqiqəsində. Hesab 6-5 olur. Qolun müəllifi Ülvüdür. Əziz tamaşaçılar. İkinci hissə başlayır əziz tamaşaçılar. 6-5 hesabı ilə sağ tərəfdə olan komanda öndədir. Ülvünün uzaqdan zərbəsi uyuyor. Top içərdən çıxdı. Top içərdən çıxdı. Bəli, qoydu. İçərdən çıxdı. 7-5. İçərdən. Reaksiya verə bilmədim əziz tamaşaçılar Ülvünün bu möhtəşəm qoluna. Amma hesab 7-5'dir. Yusuf'un zərbəsi və qol. Anında cavab gəldi rəqib komandadan. 7-6 olur hesab. Mərkəzdən başlayacaqlar. Nofər. Ülvü. Keçmədə ötürmə Pərvizdən. Samir. Muraddadır top. İlkin. Samirin pressingi var. Ülvü oxda ötürmədə amma alta çıxır top. Yusuf başlayır altdan. 7 nömrəli oyuncu. Ötürməsi Rəsula dəyir top. Nofər. İlkindən geriyə Murad. Muraddan Tariyelə. Tariyel. İlhamla oynadı. İlham. Kamranın əlinə toxunmuşdu top. Zərbəsi yerinə yetiriləcək. Kim yerinə yetirəcək zərbəsini? İlhamdır topun gerisində. Canlı səhətdə 2 oyuncu var. Kamran və Samirdir. Ötürmə gələcək, yoxsa zərbə. İlham yaxınlaşdı topa. Zərbə indirdi, top qapı tinindən qayıdır. Qapıya daxil olmadı top. Ülvü əla keçir bu ilkini. İrəliyirlər, əksuma çıxıblar. Baxdı qapıyı, yerlə zərbə. Tariyəyə toxunur top. Blok qoydu orada Tariyəyə topa. Outdan Ülvü özü başlayır. Rəsul. Əla keçdi burada Yusufi, amma qayda pozuntusu var idi burada, başladılar. Ülvü, baxdı qapıya, yerlə amma dəqiq alınmadı. İlham. İlham, özü ilərlədi, uzaqdan yoxladı, bu top qapının üstündən keçir. Tariyenin əlinə dəymişdi mi burada top? Yox, oyunu davam elətdiriblər. İlkin. Baxdı qapıya, ötürmə etdi. Keçmədi Kamrandan. Nofər.
Nofər. Əlinə dəymişdi burada top Pərvizin. Geriyə Samirə bıraxdı topu. Ülvü. Nofər. Samir. Kamran. Tariyə gəldi qarşısına. Keçə bildi onu. Ötürmə. Samirin zərbəsi və gol. 8-6 olur hesab. Görüşün 36-cı dəqiqəsində. Dubludur bu Samirin. Ələkbər, saat neçədən oradasan? Vaxtın çıx. Pərviz. Yusif. Kamran var qarşısında. İtirməli topu Yusif zərb endirdi amma Nofər. Blok qoydu. Oy, hamı dayanmışdı. Hamı dayanmışdı bu epizodda amma qol qeydə alınırmı? Yox. Yoxsa alınır qeydə. Qol qeydə alınır. Qol... Qol qeydə alınmır, bəli, əziz tamaşaçılar. 8-6 dərək hesab. Yusif uzaqdan yoxladı amma dəqiq alınmır. Ələkbər. Rəsul. Özü irəlilədi bir qədər. Yusif. Ələkbər deyə səhv etmirəmsə 4 oyuncusunu kəsmişdi orada. Yusif. Blok qoydu Kamran. İlham. Əla keçdi burada Rəsulu. Özü irəliyir sağ cinahdan. Ötürməcə uyuyor. Daha doğrusu zərbə idi bu. Top qapının yanından keçir. Küncdən zərbə olacaq. Toxunan var idi topa. İlham. Pərviz. İlham. İlkin. Baxdı qapıya. Zərbə indirdi amma. Rəsula toxundu. Yox, toxunmuyor. Dəqiq alınmayıb zərbə. Samir başlayır qapıdan. Əllə ötürmə. Nofər. Qapçı özbə-özdür. Başı üzərindən düşündü amma. Top qapının üstündən keçir. Tariyel. Mərkəzdə İlkin. Rəsul uğurladı topu. Ələkbərlə oynadı. Çıxmayıb, top meydandadır. İlkin keçə bildi orada Ələkbəri. Öz irəliyir sağ cinahdan. İlhamla oynadı. İlham. Pərviz. Yusif. Baxdı qapıya. Samir. Vaxtında tərk etdi qapısına. İndi əksüzüm açıqlar. Ülvü. Pərviz dərhal qayıtdı müdafiəyə. Baxdı qapıya zərb indirdi. Blok gəldi Pərvizdən. Altdan Ələkbər başlayır. Ülvü. Ələkbər. Ülvü. Top qapı tində deyil. Qapıya daxil olmadı top. Əksüzüm açıqlar amma 4 nəfər var burada. Müdafiədə Yusifin zərbəsi ikinci. Yox, dəqiq alınmayıb. Kamrana toxunmamışdı top. Samir başlayır qapıdan. Göl ötürmə gəldi. İlkin qarşıladı daha doğrusu topu. Amma alta çıxır top. Bir qədər bərk alınmışdı bu Kamransın. Nofər. Ara ötürməsi əla alındı amma. Ülvü gözləmirdi bunu. Murad bir qədər önə çıxıb qapısından göl ötürmə İlham istiqamətinə dəqiqdir. Rəsul uzaqlaşdırdı topu. İlkin. Keçmədə Ələkbərdən. İlham.
Pərviz. İlkin. Ayaq qoydu topa Ələkbər. Sol cinahda Ülvünü görür, amma Tariyə toxunur topa. Ələkbər. Ülvü. Ələkbər. Saxta evlərdi bu top, amma meydanı tərk edir top. Üçüncü zərbəsi olacaq. Burada rəqibə toxunmuşdu top. Ülvü. Aldılar topu. İlham sağ cinahdan özü irəliyir. Yusif də var hücumda. İlham baxdı qapıya. İkinci zərbə olacaq. İlhamın ötürməsi avuta çıxır. Heç kəs toxunmadı topa. Ülvü yenidən Kamranla oynadı. Kamran ala keçdi burada Tariyə. Ötürmə gəldi. Oy. Bunu ötürməkdir. Hesabı 9-6 edə bilərdilər, amma hər şeyi əla etmişdi. Sadəcə ötürmədə dəqiqliyi çatışmadı. Nofer başlayır altdan. Zəif qaldı ötürmə. Samir ayaqda qapıda. İkincidən zərbə olacaq. Murad da bir qədər qapısının önünə çıxıb. Yusif başlayır üçüncü zərbəsini. Göl ötürmə İlham istiqamətinə. Saxladı topu meydanda. İlham. Kamran var qarşısında. Əla keçdi burada Kamranı. Uzaqlaşdırdılar topu. Ülvü. Keçə bilmədi Tariyeli. Uzaqlaşdırdı topu Tariyel. Kamran. Ələkbər. Yenidən Kamran. İlkin. Burada Tariyə yerdə qalsa da hər şey qaydalar çərçivəsindədir. Yusif uzaqdan yoxladı və gol. 7-8 olur hesab görüşün 43-cü dəqiqəsində. Yusifin zərbəsi idi bu. Hesabı minimala indirdilər. Ülvü uzaqdan yoxladı qapını. Murad ayaqda qapıda. İlham. İlkin. İlham. Baxdı qapıya, blok gəldi futbolçulardan. Ələkbər. Kamran. Keçə bilmədi burada. Yusif. Samir. Əvar yaxşı verdi bu zərbəyə. Üçüncüdən zərbə olacaq. Yusif. Göl ötürmə. İlham. Saxladı topu. Ələkbər var qarşısında. İlkin oynadı. İlkinin yerlə zərbəsi. Zəif idi bir qədər. Pərviz. Tariyel. Gözləmirdi bu topu ilkin. Ülvü. Tariyel. Çıxmayıb top. Yusif. Öz irəlilədi, ayaq saxladı bir qədər. Ötürməsini etdi İlham. Baxdı qapıya və gol. 8-8 olur hesab. Görüşün 45-ci dəqiqəsində. Mərkəzdən başlayacaqlar, hesab bərabərləşir. Ülvü. Öz irəlilədi. Çəkdi sağına, zərbə lazımdır. Baxdı qapıya, top qapı yanından keçir. Hər şey əla etmişdi sadəcə. Dəqiqlik çatışmadı. İlham. İlkin. Kəsmədə davam ötürməsi. Rəsul. Ələkbər. İlham. Və gol. 9-8 olur hesab. Yaxın küncə indirir zərbəni İlham.
Önə keçdilər. İlhamın zərbəsi ilə yaxın küncəyə zərbə indirmişdi İlham. Ülvü itirdi burada topu. Yusif, İlham özü irələdi Ülvü. Öz səhvini düzəltdi. Tariyel İlkin ara ötürməsi Tariyel istiqamətini, amma sürəti çatmadı Tariyelin. Bir qədər bəlkə almışdı ötürmə. Kamran Rəsul Nofər itirmədilər topu. Samir keçə bilmədi burada Yusufi və 18 olur hesab. 46-cı dəqiqəsində, görüşün 46-cı dəqiqəsində 18 mərkəzdən başlayacaqlar. Kamran Rəsul Samir Nofər qapını tərk edib və hesab 11-8 olur. Üç top fərqi göndərdilər. Ülvü uzaqdan yoxladı. Tariyel qapıya keçib penaltı deyəcəydim. Əslində qapı dəyişikliyi olmuşdu. Ülvü baxdı qapıya. Zərbə və gol. 11-9 olur hesab. 2 topa indirdi hesab Ülvü. Murat futbolçu olaraq ilk toxunuşudur topa. Sərdən qapıda fəaliyyət göstərirdi. Nofər qapıdan zərbə olacaq. Nofər Murat Ülvü Samir Rəsul aldı topu. Ötürmə dəqiqə alınmadı. Kamran vaxtından əvvəl çıxdı önə. Ələkbərdə oynadı. Ülvü Murat İlham Ülvü baxdı yenə zərbə. Top qapının yanından keçir. Qapıdan zərbədə Tariyel başlayır. İlkin Nofər keçməli dağın ötürməsi. Yusif Murat zərbə indirdi, amma top qapının üstündən keçir. İki Murat İlham İlham itirdi topu. Ələkbər Nofər ötürmə keçmədi. Muratdan top Nofərdədir. Üçüncüdən zərbə olacaq. Ülvü ayaq saxladı. Keçdi orada. Zərbə lazımdır və gol. Tariyeli də
Aldalaraq topu boş qapıya daxil edir Ülvü. Minimal indirdilər hesabı. 11-10. Görüşün 51-ci dəqiqəsində. Kamran topu. İlkin uzaqdan zərbəsi dəqiq alınmır. Ülvü. Yusuf cərimə zərbəsini yerinə yetirir. Nofəlin qayda pozuntusu var idi ona qarşı. Yusuf yaxınlaşdı, canlı sətdə dəydi top. Korpusa bənzirdi daha doğrusu buradan. Amma hər halda cərimə zərbəsi yerinə yetirdilər. İlkin aydın görünmürdü. Kamran Əla keçdi burada Pərvizə. 4-ün 1-ə gəlirlər. Kamran Ələkbər Ülvü boş qapı və gol. 11-11 olur hesab. Tariyellə müdafiədə heç kəs olmadığı üçün önə çıxdı bir qədər, amma Ülvü boş qapı yenə qapıya topu daxil edir. Görüşün 52-ci dəqiqəsində hesab bərabərdir. 11-11. 22 top var oyunda. Murad Yusuf öz irəlilədi, yerlə zərbə top qapının yanından keçir. Ülvü Ələkbəri gördü sol cinahda, amma ötürmədə səhvi yol verdilər. Rəsul Kamran Avta çıxır top. Pərviz başlayır. İlham uzaqlaşdırdı topu Samir. Tariyel İlkin top meydandadır. İlham baxdı qapıya, yerlə zərbə. Kamrandadır top. 50 ötürmə dəqiq alınmadı. Murad. Halbuki Muradın zərbəsi. Kamran 2 dəfəyə də olsa tuta bilir topu. Göl ötürmə zəif qaldı. İlkin. İlham. Burada heç yoxdur. Murad uzaqlaşdırdı topu, çıxmayın, meydandadır. Və görüşümüz yekunlaşır əziz tamaşaçılar. 11-11 hesabı ilə sizlər üçün bu oyunu mən spiker Sako şərh etdi. Sağ olun, salamat qalın.